Bəlkə də əsəbimiz sakitləşəndən sonra biz Stas Bakatilova bu oyunda rəqibə 2 qol hədiyyə etdiyi üçün təşəkkür edəcəyik. Bəlkə də onun bu hərəkətləri, onun bu səhvləri olmasaydı Sabah bu cür mükəmməl, əzmkar, mühafizəkar oyun nümayiş etdirməzdi. Sabah bir növ bu səhvlərlə Çempionlar Liqasından kənarlaşmaq istəmədi. Qapıçısını mühafizə etdi. Onu qorudu, onu qınaqdan kənar etdi. Beləcə Sabah öz mükəmməl oyunuyla əlavə vaxtda Apollo Berşavanı məğlub etdi və tarixində ilk dəfə olaraq Çempionlar Liqasının liqa mərhələsini adladı. Unudaq bu oyunda baş verən bütün mənfi nüansları. Sevinək, Sabahın bu tarixinə həmrəy olaq və komandamızı təbrik eləyək. Sabah Çempionlar Liqasının liqa mərhələsindədir. Bütün Sabah azarkeşlərini, Azərbaycan futbol ictimaiyyətini bu qələbə, bu zəfər münasibəti ilə, mükəmməl qələbə münasibəti ilə Sabaha təbrik eləmək lazımdır. Təbriklər uşaqlar. Çox mükəmməlsiniz. Şik kimi oynadınız.